Salam uşaqlar, başlayaq. Deməli, time kompleksi haqqında bəzi məsələlərdən işləmişdik əvvəlki dərsdə. Burada ev tapşırığı olaraq 5 dənə məsələ qoymuşam. Birinci bunlarla gəl başlayaq. Yaxşı işləmisiniz. Gördüyüm kimi. Yarınız işləyib, yarınız yoxdur. İndi 30 nəfər vardı, burada 15 işləyib. Linki birbaşa atım ki, hamınız yəqin ki, qrupda varsınız onsuz da. Deməli, nə deyir? Deyir ki, ədəddən kiçik 2-nin qüvvətlərinin sayını tap. Deyəndə baxaq. 7, 7 niyə verib? Məsəl üçün 2 üstü 7, hansı ədəddir 2 üstü 7? 64 yoxsa 128-dir? 128 mənim. 128, bax. 132 128-dən böyük bərabərdir. Yəni 128 132-dən kiçik bərabərdir, elə deyirəm. Bunun daxilindədir. Amma 256 132-dən böyükdür. Deməli, neçə dənə 2-nin qüvvəti buradadır? 7 dənə. Yəni, ən böyük qüvvəti 2-nin 7-dir də burada. 132 2-nin ən böyük qüvvəti olaraq 7 deyə bilərəm mən buna. Məsələn, get bir dənə də nümunə deyək. 1000 desəm, hansı ədədi deyərəm? 9 deyərəm, 10 deyərəm. 1024 1000-dən böyükdür. Amma 512 1000-dən kiçikdir. 9 deyərəm, yoxsa 10 deyərəm 1000 desəydi girişdə. On desəydi 1024 olurdu. 1024 də ki 1000-dən böyük olur. Mən də böyüyü istəmir axı, bundan kiçik bərabər istəyir. Deməli 9 deyərəm 1000 deyəndə, düzdür? 2 üstü 9 hansı ədəd idi? 512. 512. Ha, 2 üstü 9 512 deyil. 2 üstü 9. 2 üstü 10 isə 1024-dür də. İndi mənə 1000 desəydi 9 deyərdim ki, çünki bu minim 24-ə daha yaxındır, amma 9 deyərdim. Çünki 512 9 1000-dən kiçikdir. 1024 isə 1000-dən böyükdür. Amma 2000 desəydi, artıq 10 deyərdim. 11 yox, çünki 11-də 2048 2000-dən böyük olur. Yəni, bu ədəddən kiçiyi bərabər ən böyük 2-nin qüvvətini tap deyir məsələdə. Emin qiyməti 10 üstü 12 yazıb. Neyləyə bilərdik? Ədədi 2-yə bölə-bölə getmək olar. Ya da ki, bir dənə dəyişən götürürsən, 2-yə vura-vura gedirsən, nə qədər ki, bu ədəddən kiçik bərabərdir, düzdür? Dəyişən götürürsən, başlanğıc qiymətini 1 deyirsən, 1-i vurursan 2-yə 2, müqayisə edirsən, nə qədər ki, bundan kiçik bərabərdir 132-dən, vura-vura gedirsən. 2, indi 4 yazırsan, indi 8 yazırsan, indi 16 yazırsan, indi 32 yazırsan, indi 64 yazırsan, 128 yazırsan, düzdür, 256 yazanda səhvdir. Neçə dəfə belə elədinsə, va ilə də sayını tapa-tapa gedirsən. Ki, kod yazaq. Müəllim, mən bir dənə C-ni başa düşə bilməmişəm. Hə, ora gələndə deyərik indi. Hələlik A-dan başladıq. Aldım mən. Burada yazsam elə online. Define int long yazsın ha. Bundan istifadə edirəm. Bu giriş çıxışı sürətləndirir. Bu yazdığım 2 dənə sətir var. Bu qəribə gələ bilər, amma giriş çıxışı sürətləndirir C++-da. Bu 2. Hə, deməli nə deyirdik? Bizdə var tam ədəd. Nə deyir? Bura gəl belə deyək. X-a 1 deyim. Count-a da 0 deyim. Count təbii ki, sayını tapacaq. Yəni, X 2 üstü count-dur. Count-un qiyməti 0-dırsa, 2 üstü 0 1-dir. İndi nə qədər ki, X n-dən kiçik bərabərdir. Neyniyək? X-i vuraq 2-yə, count-un qiymətdən artıraq. Cavabı da count-un qiymətini verək. Səkkiz verdi, baxa niyə 8 verdi? Count-un qiməti 0 yazmışdım. Bundan kiçik. Hə, bundan hər dəfə bir var çox ədədi verəcək. Count çox 1 verməliyəm.
Niyə bir vahid çox ədədi verəcək? Məsələn 4 üçün yoxlayaq. 4-də 2 verməlidir. İndi 3 verəcək 4-də. Kod. Niyə 3 verir? Belə işləyir, elə bil ki. 1 olanda girər vayla. Şərt doğrudur da 1 olanda girəcək vayla. Sonra 2 olanda yenə də vayla girəcək. 4 olanda da yenə vayla girəcək. Neçə dəfə vayla daxil oldu? 3 dəfə. Amma əslində 2 dəfəni sayıram, çünki 1 kiçikdir 4-ü saymıram da. Ona görə x-in qiyməti gəl 2-dən başlayaq, elə count-un qiymətini verək. Count çıxıb yox, count-un qiyməti. İndi düzdür. 132-də 7. Cavabı bir vayı çox verirdi. Kodda x-i 1-dən yox, 2-dən başlatdım ona görə. 2-nin qiymətindən hansı ədəddən başlayır? Biri sayı məsələdə. Bax, görə nə yazıb? 2 üstü 0. 1 sayılmır deyir. Bu 1 sayılmırsa, x-in qiymətini neçədən başlatdım? 2-dən başlatdım. 1 sayılsaydı 1-dən başladardım da. 2-dən başladıram, 2-yə vura-vura gedirəm. 2, 4, 8, elə. Əgər ikisi bərabərsə n-dən cavabı topla. Bir vayda artır. Bir dənə də baxaq. Benim kodu göstərə bilərsiniz Zəmi Thomas'a. Kodu? Bəli. Hə. İndi burada artım göstərim də kodu. Baxın görüm keçir. Belə baxaq. Gözləyək. Bunun zaman limiti nə olar sizcə? Kökaltı n olar, o-n olar, log-n olar, nə olar? Log-n nə idi? Şimdi yadındadır log-n. Müəllim, login bizim Nə? EBOB top tapanda istifadə Hə, elədiyimizdir. orada da, orada. Yox, yəni log-n özü nə idi deyirəm. Məsələn, log 1 milyon nə hansı ədəd idi? Log 1 milyon. 60. Yox. Log 10 üstü 18 60'dı. Onu nə üçün deyirdim? Hansı ədəd idi bu? Yəni log-n bir sənə deməkdir. N 2-nin qüvvəti. Hə. Elə odur. Bax, bunu yadınızda diqqətdən saxlayın. Log-n deyəndə nə başa düşürük? N 2 üstü neçədir? Log-n deyəndə nəyə başa düşəcəyik? N 2 üstü neçədir? Ona başa düşəcəyik. Yəni 1 milyon 2 üstü 20-dir də. Log 1 milyon deyəndə 20 nəzərdə tutacağıq. Hə, log ədəd desəm mən, bu deməkdir ki, bu ədəd 2 üstü neçədir? Məsəl üçün burada düzgün keçsə də 10 üstü 12. Mən bu vayla neçə dəfə girərəm 10 üstü 12-ni tapmaq üçün? 10 üstü 12 2 üstü neçədir? Kim deyə bilər? 10 üstü 12 2 üstü neçə olar təqribən? 2 üstü 40. Ay sağ ol, 2 üstü 40. Çünki 10 üstü 9 30 idi. 10 üstü 12-dəki 40. Vayla 40 dəfə girəcək, düzdür? Çünki ədədə 2-yə vura-vura gedirəm. Vayla 40 dəfə girər. Bunun zaman limiti bilsin nə olar? Belə deyirlər. Elə bir ki, o log n. Bunun zaman limiti budur, log n. Burada da log n olsa hər dəfə zaman limiti, yəni ədədin qiyməti çox da böyük olsa məsələnin həlli keçəcək. Çünki 1 saniyədə nə qədər əməliyyat eləyə bilir C++? 10 üstü neçə idi 1 saniyədə elədiyi əməliyyatların sayı? Hə? 10 üstü 8. Ay sağ ol, 10 üstü 8. 10 üstü 8 idi deyə. N-in qiyməti çox da böyük olsa, yenə də məsələn həlli düzgün işləyə keçər. Çünki log-n o qədər də böyük olmur da. N-in qiyməti 10 üstü 18 qoysam. Log nədir 10 üstü 18-in? 60. 60 da çox kiçik olur da 10 üstü 8-dən. Yəni log-n həmişə düzgün keçir, time limit olmur. Hə, bunun zaman limitini bildizə niyə log-n dedik? Çünki ədədi 2-yə vura-vura gedirəm. N-ə çatana qədər. Ona görə. 2-yə vura-vura gedirəm N-ə çatana qədər. Ya da 2-yə bölə-bölə gedirəm. O da ola bilərdi. Hə, o da paylaşaq. Hansı ilə gözləyəm? Həlli başa düşdük. Dəl qaldırma düyməsini onu deyirəm bas. Başa düşdüsə. Əla. Gəl davam eləyək. B-yə baxaq. Rəqəmlərin cəmini tap deyir. Nədən tapma onlar rəqəmlərin cəmini? Mən bunu deyim. De. Mən burada rəqəmlərin cəmini tapmaq üçün
Ben birinci, üç rəqəmli deyir, ona görə birinci, üçüncü ədəd. Elə bir Ayda ben bu siri digitli unutmuşam. Hə, eybi yox. Siri digit 3 rəqəmlər də rəqəmlərin cəmini tap deyəndə bunu parçalayıb tapa bilərik, düzdür? ben Gəl eləyək. parçalayıb tapmışam. Bir dənə ki belə eləyərik şeydə. Elə düşünərik ki, 3 rəqəmli olmayan ədədlər üçün də kod yazdım. Müəllim, Bəli. biz onu 512'ni bir rəqəmlərini çıxardıq Hə, sonra elə eləyəcəyik. Elə eləyəcəyik. Burada nə deyir ki, 3 rəqəmli ədədin. 3 rəqəmli ədəd dediyi üçün bir-bir baxacağıq. A, B, C olaraq. Cəbir eləyim. İndi digər həll də yazaram. Deməli, yüzlük mərtəbəsi budur. N böl 100. Bir dəqiqə. Hə, heç nə. N böl 100. Onluq mərtəbəsi nədir? N böl 10 qalıq 10. Ümumiyyətlə, bir mərtəbəni tapmaq istəyirsənsə, ədədi bölürsən həmin mərtəbənin dəyərinə, qalıq 10 yazırsan. Sonra da ben Hə. sonda da ədəd böl, ədəd N fayı bölü son. 1, hə, N bölü 1 qalıq 10. Deyib ki, N bölü 1 N-in elə özüdür də axı. Burada da qalıq 10 yazmaya ehtiyac yoxdur, çünki onsuz da 3 rəqəmlidir deyə. Rəqəmlərin cəmi deyilsə, C-out A, B, C. Sizcə bunun zaman limiti nədir? O1 log n sqrt n nədir? O1. O1 nəyə görə dedin? Çünki elə toplaması Çünki var, mənim- onu bölmə. Hə? Bəli, bu 4 dənə asan əməliyyatı O1-ni eləmək mümkündür. Ay sağ ol. Yəni O1 bir nə vaxt olur? While for yoxdur. Dövrə heç vaxt girmir. Elə sadəcə proqram oxuya-oxuya gedir. Proqram elə oxuya-oxuya gedirsə while for-a girmədən, bunu O1 deyirlər ona. Dövr olmadan. Düzdür. Elə yoxlayaq. Burada hə, modul eləməliyəm deyirsən, bəlkə bu mənfi ola bilər ədəd. Bir dənə baxım. Yox, mənfi ola bilməsi natural deyil. Yox. Əgər ola bilsəydə absolut yazardım. Mənfini saymasın deyə. Mənfiliyin ləğv eləsin deyə. ABC moduldur da. Düzdür. Bunu belə də yazma olar. Ya da ki, ümumiyyətlə desəydi 3 rəqəmli olduğunu bilməsəydim, necə yaza bilərdim? 3 rəqəmli olduğunu bilməsəydim. Hansı əməliyyatdan yazardım? Rəqəmlərin sayını bilmirəm də. Demir 3 rəqəmlidir. Bəlkə 4 rəqəmli olar, bəlkə 5, bəlkə 6, bəlkə 7 rəqəmli olar. Demir onu bizə. Girişdə baxıram ədə də rəqəmlərin cəmini tapmaq istəsəydim. Nə yazardıq? While ilə yazardıq. While ilə necə deyirəm, bax. Deyirəm, nə qədər ki, ədəd... Bir sual soruşum. Sizcə bu nə deməkdir if n? Nə demək olar bu? Əgər n nədirsə, bu deməkdir ki, əgər n sıfırdan fərqlidirsə, onda while n nə deməkdir? Nə qədər ki, n sıfırdan fərqlidirsə. Bunun içində də şərt var axı. Nə qədər ki, n sıfırdan fərqlidir, neyiniyək? Bax, bilirsiniz necə işləyir? Ədədi yazıb da 512. Son rəqəmini necə tapmaq olar bu ədədin? Nə ilə tapırdıq? Qalıqla, ona qalıq. Cavaba toplayıram. N qalıq 10. Və son rəqəmini topladıqdan sonra son rəqəmi nə ilə silirik? 512-dən 51-i necə almaq olar? Neyin ədədi? Ona bölürük. Ona böl. Əla. Deməli, rəqəmlərin cəmini, sayını, hasilini, ən kiçik rəqəmi, ən böyük rəqəmi tapmaq üçün nə edəcəyik? Sağdan sola oxuyacağıq. Ədədi sağdan sola oxuyacağıq belə. Və ən sağdakı rəqəmə n qalıq 10 deyirik və ən sağdakı rəqəmi nə ilə silirik? N bölü 10-la. Asandır, düzdür. Bu nə üçün yazdıq? Bu while nə üçün yazdıq? Əgər rəqəmlərin sayını bilməsəydim. Hələ burada while n yazsan düzdür. While n nə deməkdir? While n bax bu deməkdir. Sıfırdan fərqlidirsə. If n nə deməkdir? N əgər sıfırdan fərqlidirsə. Hə. While n o deməkdir ki, n əgər sıfırdan fərqlidirsə nə eləsin? Sıfıra düşənə qədər ədədi ona bölə-bölə getsin. Necə yəni sıfıra düşənə qədər? Məsələn, 51, bir dənə də 5. 5-i ona böləndə neçə eləyir? 5-i ona böl, neçə eləyər? 0 qalıqda 5. Yox, qalıq demirlər, tam hissəsini deyirlər bizdə, düz dedin. 0 qalıqda 5. Amma qalığını istəmirlər, 0. Tam hissəsi 0-dır. Hə.
Deməli, hansı hissəsinə baxır? Ən sağdakı rəqəm. Və ən sağdakı rəqəmlər silir. Həlli belə də olardı. Əgər 3 rəqəmli olduğunu bilməsəydim, bu nəinki 3 rəqəmli, bütün istənilən rəqəmli ədədin cəmini tapa bilər. Düzdür? Düzdür. Hə. Ya da ki, stringlər bilirik nədir? String. Sətirlər sözlə. Burada keçmişsiniz string, keçmişsiniz. Bax, belə də yazmalıdır. Girişi string olaraq daxil edərdim. Sonra gəzərdim ədədi. Gəzdən sonra belə deyirəm, deyəm ki, size. ASCII bilirsiniz də yəqin nədir? ASCII, hər bir rəqəmin öz kodu var. Məsələn, balaca A-nın kodu nədir burada? Hansı ədəddir balaca A-nın kodu? Nə görürsünüz? Görürsünüz, balaca A hardadır? Kodu nədir? 97. Bəs böyük A-nın kodu nədir? 65. Ay, sağ ol. Bu dekmal deməkdir, onlu. Bu x isə hexin nəsə, o gedir 16-lığa. Optimalda 8-lik demək. Hə, dekmalın burada onluq ən soldakı şeydir, ədəd. Məsələn, C 67-dir. Hə, düz dediniz. 100 hansı hərfdir ya da işarədir? 100. D. D burada. Yazıb 100-cüdür. Hə. Yaxşı, rəqəmlər hardan haradır? Hansı ədəddən hansıdır? Rəqəmlər var burada, gördüyünüz yerdə. Baxın, hardadır rəqəmlər? Biraz sol tərəfə baxın. Ortaları. Hansı rəqəmdən, hansı ədəddən hansıdır rəqəmlər? 48-dən 57-yə. 8-dən 57-yə. İndi mən desəm ki, bunu rəqəm olaraq baxsam, cavabı nəyi toplayaram? SI toplasam, məsələn, SI-nin qiyməti 2-dirsə, çar qiyməti, çar bilirsə nədir? Karakter qiyməti 2-dirsə. Deməli, bu 2 olaraq toplamayacaq, 50 olaraq toplayacaq. Niyə deyirəm 50 olaraq toplayacaq? Burada nə yazıb 2-yə? 50. Yəni, mən karakteri toplayanda ədəd olaraq 2 karakterini 50 olaraq başa düşür. Bəs necə deyim ki, 2 karakterini 2 karakterini 2 olaraq başa düşsün? Çıx nə yazıram? Hansı ədəd yazıram? Çıx 48. Bildiniz niyə çıx 48 yazıram? Çünki 2 karakteri olsaydı məndə 512 deyil. Buradakı 2 karakterini, çünki bu stringdədir də, indi stringlə daxil eləsək. 2-ni 50 olaraq toplayacaq. Onda 1-i nə olaraq toplayardı? 49 olaraq. Bəs 5-i nə olaraq toplayardı? Hə? Eləmə, səs salma. Hə. Bax, deyirəm ki, 2-ni 50 olaraq toplayardı. 1-i 49 olaraq toplayardı. 5-i nə olaraq toplayardı elə olsaydı? Hansı ədəddir 5 burada? 53. 53. Hə, deməli, hər bir ədəddən 48 çıxım. Hər bir ədəddən 48 çıxsam, ədədin özünü alaram. 2-nin qiyməti 50 idi. 50-dən 48 çıxsam, 2 alaram. 5-in qiyməti 53-dür. 53-dən 48 çıxsam, 5-in özünü alaram. Hə. Başa düşdünüz? Necə eləyəcək? 48 niyə çıxdım? Ya da ki, çıx 0. Belə də olar. Daha doğrusu. Məsələ deyir ki, sənə verilib 10^6 rəqəmli ədəd. Hansı kod yazarsınız? 3 rəqəmli kodu yazarsınız, 10^6 rəqəmli ədəd desəydi. 3 rəqəmli deyil axı, 10^6 rəqəmlidir. Yazarsan bunu? Xeyr. Xeyr. Yaxşı, bəs bu while ilə olan kodu yazarsan, int, belə 10^6 rəqəmli, demirəm ədədin özü 10^6-dır. Rəqəmlərin sayı 1 milyon ola bilər. Long-longda neçə rəqəmli ədəd ola bilər? Long-longda 10^18, düz, yəni 10^18-ə qədər rəqəmli demirəm, deyim ki, rəqəmlərin sayı 19-18 ola bilər long-longda, düzdür? Long-longda rəqəmlərin sayı nə qədər ola bilər? 19 rəqəmli. Çünki ədədin özü 18 dənə sıfırdır, elə bil ki. Ədəd çox uzundursa, long-longa sığmırsa, rəqəmlərin cəmini nə ilə taparsan? Stringlə. Stringlə. Stringlər çox böyük ədədləri söz olaraq oxuyur, ədəd olaraq oxumur. Bunun hər bir rəqəmini çevirmək üçün nə edirik? Çıx 0 yazıram. Niyə çıx 0 yazdıq? Nəyə görə? Kim deyə bilər? Nə yadınızda qaldı? Çünki çıx 0 yazmasaydım, 2-ni 2 olaraq yox, hansı ədəd olaraq başa düşərdi? 50 olaraq qəbul edilir. 0-ın da qiyməti onda 48 olur. Biz də 0-ı Çıxanda 2 qalır.
Stringdə 58 çıxanda 2 qalır. Ay sağ ol. Hə. Sual varsa elə belə soruş onu, əl qaldırmadan. Hə, nəsə. İndi hər hansı birini yazmaq doğrudur. Bu stringləri saxlayın. Bu məsələ üçün while atacağam gəl. Normalda rəqəmlərin cəmini tam ədədini while ilə tapırlar da. Bax, bu kod O1 idi də, bayaqkı. Böl 100, böl 10 qalıq 10, 3 rəqəmli üçün. Bəs bu while kod nədir sizcə? While kod elə bil ki, ədədin rəqəmlərin sayı qədər. Ədədin rəqəmlərin sayı nədirsə, while da o dəfə girir, o qədər. Onsuz da belə deyək. Int-ə ən çox nə qədər sığır? Mən int define int long long elədiyim üçün rəqəmlərin sayı maksimum nə qədər ola bilər? 19 rəqəmli. Onda while neçə dəfə girir? 19 dəfə. Düzdür? Çox tez işləyəcək bu kod. Altdakı string kodu isə zaman limiti nə deməkdir? Altdakı string kodunun zaman limiti on deyirlər. On necə deyək? Elə bir ki, stringin sayı qədər. O s size. Stringin sayı nə qədərdirsə, fora o qədər girir. Düzdür? Stringin sayı nə qədərdirsə. Bilirsən nə deməkdir? Ədəd qədər yox, ədədin rəqəmlərin sayı qədər fora daxil olacaq. Aydındır? Ədədin rəqəmlərin sayı qədər fora daxil olar. Altdakı kodda da zaman limiti o demək. Hə. Ədəd çox uzun olsaydı, bax, məsələn deyirlər ki, olimpiyadada sənə 100 rəqəmli ədəd verilib. 100 rəqəmli ədəd long-longa sığır. İşləyirsiniz, 100 rəqəmli ədəd long-longa sığır. Long-long yaza bilərsən 100 rəqəmli ədədə. Hə, yoxsa yox? Bir dənə təxmin eləyin. Məncə gəlmir. Hey, yazma olmaz. 100 rəqəmliyə niyə yazma olmaz? Long-long. Çünki long yazsaq 13 long 13-dən 18-ə qədər tutur. 100 O da ki 19 100 rəqəmli eləyir. rəqəmlər də yazsaqsa 13 100 olmalıdır. Ay, 13 sonra 99. 100 rəqəmli ədəd 10 üstü 100-dür. Bu da kodu tam səhvləri bağlamadım gözlə. Kodu run eləyim buradakı bəzi yerdə. Bunu yoruma almalıyam. Hə. 100 rəqəmli ədəd 10 üstü nədir? 10 üstü 100-ə qədər gedir də. O da ki long-longa sığmır. Ona görə gərək hansı şey yazmalısan? Int long-long yox. Gərək nə yazasan? 100 rəqəmli ədəd girişdə daxil eləsən. Müəllim, long nədir? Long-long intin böyük formasıdır. Intin böyük formasıdır. Int elə bil ki 10 üstü 9-a qədər gedir. Long-long isə 10 üstü 18-ə qədər gedir. Tam ədəddir. Tam ədədləri 10 üstü 18-ə qədər nəzərə alır. Bax, desəydi ki, sənə 100 rəqəmli, 200 rəqəmli ədəd var. Deməli, nə yazardın? Long-long yox, nə yazardın? S ilə başlayırdı. Elə yazmış qalxdıda. Stringlər, düzdür? Stringlər yazardın. 100-200 olsaydı string yazardı. Deməli, keçək o birisinə. Elə məsələlər olur, bəzən uşaqlar long-long yazır, keçmir də məsələ tam. Gərək girişi string olaraq daxil eləsən, çünki bura Python deyil. Pythonda uzun rəqəmlər var, amma C++-da o qədər uzun rəqəmlər yoxdur da. Ən çoxu long-longdur. Oradan özəsini ədəd olaraq baxmayacağam, string olaraq baxacağam. String olaraq baxıb hər rəqəminə belə baxacağım. SI çıx 0. Aydın Müəllim, necə? burada şərtdə 3 rəqəmli deməsəydi, neçəsə rəqəmli desəydi, While onda yazardım. bir string While yazardım, amma rəqəmlərin sayını çox desəydi, 100, 200, 1000 rəqəmli, onda string yazardın. While-la long-longa sığana qədər yazırsan. Long-longa sığan elə bir ki 19 rəqəmli də. O da eləyir hardasa 10 üstü 18 falan. Amma daha çox rəqəmlilər üçün nə yazardın? String yazardın. Aydındır? String yaza bilərsən, hə. Hamısı üçün string yazsan doğrudur, düz deyirsən. Yəni bu məsələnin bir neçə həlli var. Bu məsələn ən rahat həlli ilə 3 rəqəmli dediyi üçün bu yuxarıdakı həlli idi, bölüb parçalamaq. Mən dedim ki, əgər 3 rəqəmli deməsəydi, istənilən rəqəmli desəydi, while ilə yazardım. While ilə, hə. Bir neçə həlli ilə keçmək olar. Yuxarıdakı da doğrudur, altdakı da. Bunun ən altdakı da doğrudur, stringlə. Keçək o birisinə. Ən rahat həlli təbii ki, bölüb parçalayıb yazmaq idi onsuz da. Ondakı rahat idi deyə. Mən məsələni Müəllim, mən C-ni başa düşə bilməmişdim orada. Nəyə başa düşmədin? C-yə keçib indi. Hə.
Hadi nə? Deyir, massivin ən kiçik və ən böyük ədədlərinin cəmini tap. Ən kiçik ədəd nədir burada massivdə, altdakı massivdə? Ən kiçiyi 1-dir. Ən böyük nədir? 4-dür. Toplayanda neçə eləyir? 5. Hə, massivin ən kiçiyindən ən böyük elementin cəmini tap deyir elə. Massiv bilirsiniz yəqin nədir? Düzdür, keçmisiniz də. Massivdə ədədlərin sayı verir yuxarıda, altda da o qədər ədəd verir. Yuxarıda 4 veribsə, altda 4 dənə ədəd verir. Neçə tapma olar ən kiçiyindən ən böyük ədədi massivdə? Kim deyə bilər? Ən kiçiyindən ən böyük ədədi tapmaq istəyirsiniz massivdə. Müəllim, maksimum və minimuma istifadə edirik. Ay sağ ol, maksimum və minimum. Ya da ki, massivi nəyə görə massivi neyniyim ki? Həm minimum tapım, həm də maksimum tapım eyni anda. Sıralamaq. Nə idi onun adı? Sıralamağın adı. Onun da adı S ilə başlayırdı. İngiliscə. Sort. Sort bilirsiniz nədir? Sort. Balacadan böyüyə sıralayır massivi. Gəl yazaq. Birinci sortdan yazacağam. Massivdə ən kiçikdən ən böyük elementi tap deyir. Maksimum minimumla funksiyasıyla da yazma olar. Sortla da yazma olar. 5 hər ehtiyata 5 dənə əlavə indeks götürdüm. Ehtiyac yoxdur onsuz da. Massivdə sort belə yazılır. Sort nə edir? Ədədləri necə düzür? Hə? Hansı? Bazadan Balacadan böyük. Onsuz da burada balacadan böyük sıralayıb, amma biraz yerləri dəyişir olsaydı, məsələn 4, 2, 3, 1 olsaydı, necə düzərdi? 1, 2, 3, 4. Gəl yoxlayaq. Girişdə deyir, gəl bunu bir dənə çıxışa verək. Baxa görün necə işləyir sort. Sonra da keçək öbürüsünə. Sırf sortu göstərmək üçün bunu yazıram hal-hazırda. İndi Enter-ə bassam, hansı ədədləri yazacaq birinci? Sıralayın görək balacadan böyüyə. 12, 43, 65, 87. Ha, sağ ol. Başa düşdükdə sort necə işləyir? Deməli, sort elədikdən sonra ən kiçik ədəd hansı indeksdə olur? Müəllim, A0-da. A0. Çünki indeksə 0-dan başlayır deyə. Ən kiçik A0-da olur. Bəs ən böyüyü harda olur? Ən böyük harda olar? Ən sonuncu indeks nədir burada? N-dir ən sonuncu indeks, yoxsa nədir? N çıx 1 müəllim. N çıx 1-dir, çünki burada kiçik yazmışıq. Ən sonuncuda N çıx 1 olduğu üçün A0 ən kiçiyi, N çıx 1-dəki ən böyüyüdür. Müəllim, kopya bunu da göstərə bilərsiniz. Göstərirəm bir dəqiqə. Ayda burada Enter-ə basmaq yaddan çıxdı. Nəsə. Dörddən 8-in cəmi 12. Sıralayanda 4, 6, 7, 8 oldu. Kod budur. Sort elədik. Bax, bunun zaman limiti nə olar sizcə? O n? Yox, sortda əslində, sortda log n işləyir. N log n-dir sortun zaman limiti. N log n. Bax, burası nədir? For daxil edirsən. Birdən n-ə qədər for yazanda zaman limiti nə olur? O n olur. Sortu isə sıralayır deyə, sıralayanda n log n işləyir. İndi bunu tam dəqiq bilməyə ehtiyac yoxdur, amma n log n işlədiyini yadınızda saxlayın sortda. Yəni elə bir ki, n-in qiyməti 1 milyondursa, 1 milyondursa, n 10 üstü 6-dırsa, logu nə idi onun? Hansı ədəd idi? 10 üstü 6-nın logu. 2 üstü neçədir 10 üstü 6? Mən bax, uşaqlar, bir ədədin logunu soruşsam, deməli, bu nəyi tapmaq çalışacaqsınız? 2 üstü neçə olduğunu, düzdür? 10 üstü 6, 2 üstü neçə idi? 2 üstü 20. 20. Onda n-in yerinə 10 üstü 6 qoysam, 10 üstü 6 vur 20 neçə eləyər? 2 vur 10 üstü 7. 1 saniyədə işləyər bu kod. 1 saniyədə nə qədər əməliyyat var idi? İşləyər bu kod. Uşaqlar, 1 saniyədə əməliyyatların sayı nə qədər idi? 10 üstü neçə idi? 8. Hə, deyin də 10 üstü 8-dir. Onda bu 2 vur 10 üstü 7 işləyirsə, keçər 1 saniyədə. Düzgün. İşləyər də düzgün işləyər, tez işləyər. Düzdür?
Gec işləyər, müəllim 1 saniyə işləməz axı. Ya 1 saniyə işləyər, 1 saniyə işləyəcək. Çünki 1 saniyədə 13.8-dir, bu 13.8-dən kiçik idi. Elə. Aydındır? Bu n-login olur. Amma bu kodu o-nə yazma olar. Logini silə bilərəm, o-nə yaza bilərəm. Sort eləmədən yazsan o-nə olacaq. Sort eləmədən yazsan. Nə yazardıq sort eləmədən? Minimum, maksimumdan. Bu kodu atalım, sonra bir seni yazalım. Baxma lazım olmayanda. Minimum maksimumdan da yazaq. Sortdan aydın da necə elədik, düzdür? Başa düşdük, sortdan həlli necə elədik. Ən kiçik indeksdəki elementdən ən böyüyündən topladıq. Al qaldırma düyməsindən. Anladınızsa. Əla. Geçək. İndi minimum maksimumdan yazmağa çalışaq. Bax, minimum maksimum tapıramsa, x-ə deyək minimum, y-ə deyək maksimum. X minimum tapırsa, başlanğıc qiymətini nə qoyum sizcə? Minimum tapır, y-də maksimum qiymətini tapır. İndi belə bir sual soruşum. Bax, int minimum, intə çıxan ən kiçik ədəddir. İntə çıxan ən kiçik ədəd hansıdır? Mənfi 2 milyard. 2 vur 13.9, mənfi 2 vur 13.9. Int maksimum isə intə çıxan ən böyük ədəddir. 2 vur 13.9. İndi x minimum tapırsa, int minimum deyim, yoxsa int maksimum deyim başlanğıc qiymətini? Minimum. Bax, mən burada belə bir şey yazsam, düzdür? X bərabərdir minimum, x ai. Y yazsam ki, y bərabərdir maksimum, y ai, düzdür? Bu sətri yəqin başa düşdünüzlər. Onda birinə int minimum yazsam yuxarıda, birinə int maksimum yazsam. Sizcə kimə nə yazım? Hə? Deyin də, təxmin eləyin. X minimum tapır, y-də maksimum tapır. Bunu başa düşürsünüz də yəqin ki, x özü ilə minimumlayır a-ni, y-dəki özü ilə maksimumlayır a-ni. Onda başlanğıc qiymətə kimə nə yazıram? Int minimum nə hansı ədədidir? Mənfi 2 vur 13.9. Int maksimum hansı ədədidir? 2 vur 13.9. Bax, mən bunu özü ilə minimumlayaram sahəyə demədim sözü. Mən x-in başlanğıc qiymətini kiçik bir ədəd qoymalıyım, yoxsa böyük bir ədəd qoymalıyam? Başlanğıc qiymətə. Özü ilə bunu minimumlayıram. Hə? Böyük. Ne dediniz böyük? Bəs minimum tapırdıq. Çünki müəllim böyük ədəd tapmasaq, böyük ədəd qoymasaq, sonraki iki ədəd tapa bilməyəcəyik. Ay sağ ol, düz deyirsən. Tərsinə eləyirik burada. Tərsinə deyirəm budur. X kiçiyi tapır, amma mən böyüyü qoyuram, int maksimum. Y böyüyü tapır, amma mən kiçiyi qoyuram, int minimum. Çünki x-ə çox kiçik bir ədəd desəm, x-ə digər ədədlərlə ən kiçiyini tapsam, həmişə ən kiçik ədəd nə olacaq? Elə x-in özü, düzdür? Y-dəki maksimum tapır da, y-ə çox böyük bir ədəd desəm, özü ilə digər ədədləri maksimum tapanda həmişə özünü tapacaq. Ona görə başlanğıcda tərsinə demək lazımdır. Əgər massivin ən kiçik elementini tapırsansa, başlanğıcda ən böyük ədəd denən. Massivin ən böyük ədədini tapırsansa, başlanğıcda ən kiçik deməlisən, yoxsa ən böyük deməlisən, ən böyük tapmaq istəyirsə. Başlanğıcda ən kiçik deməlisən, tərsinə. Aydındır niyə tərsinə dedik? Çünki özünü tapmasın deyə axırda. Əgər x minimum tapır, x-ə ən kiçik qiymət desəm, axırda özünü tapacaq. Özünü tapmasın, ne a-dən birini tapsın, onu istəyirəm. Aydındır. Bunun zamanı üçün olar, login var burada. Yox, bir dənə nə var? For var. For nədir sizcə?
Neçə əməliyyat işləyir for? O-in. O-in içində 3 dənə əməliyyat var. 3 vur n yazmırıq ha. İçəridə 3 dənə əməliyyat olmağına baxmayaraq 3 vur n yazmırıq. Elə birbaşa o-in deyirik. Aydındır niyə o-in dedim? N. Çünki bir dənə for var da. Çatdı. Göndərəcək. Kodu bir dənə yoxlayım. Deyə. Deyir ki, 1-dən n-ə qədər ədədlərin cəmini tap. 1-dən 100-ə qədər ədədlərin cəmini necə tapmaq olar? Düstur var ya onun, düzdür? Düsturu nə idi? En vurulsun en üstü yaz. Dedi, axıra qədər de. N vurulsun, n üstə gəl 1 Bölsün 2. bölü 2. Düsturu budur. 1-dən n-ə qədər ədədlər. İndi mən 1-dən n-ə qədər deyir də, düzdür, burada mənfi ədədlər də ola bilər. Hələ onun başını bıraq. Təsəvvür ki, yalnız müsbət ədədlər deyir məsələdə. Mən indi ümumiyyətlə for yazmaq daha yaxşıdır, yoxsa düstur yazmaq daha yaxşıdır sizcə? Düstur. Nəyə görə? Çünki for yazsan çoxlu əməliyyat eləyər. Düzdür? For yazanda zaman limiti nə olar? 1-dən n-ə qədər getdiyin üçün. O neçə? 1-dən n-ə qədər getsən, neçə əməliyyat eləyirsən? N. Ay sağ ol, o n. Düstur yazanda nə olur? Düsturlar zaman limiti nə idi? Elə toplama, vurma, çıxma, bölmə. O1. O1 hansı daha sürətlidir? Dəfələrlə O1 daha sürətlidir. Düzdür? Hə. Bax, düstur yazsaydın belə yazsaydın, normal for 1-dən n-ə qədər topla getsin. Amma bu ədəd böyük olanda, çox böyük olanda da, yəni n-in qiyməti olsaydı tutaq ki 10-9, 10-9 olsaydı zaman limiti olardı bu hə. 10-9-a qədər gedəndə 1 saniyədə nə qədər əməliyyat var idi? Neçə idi 1 saniyədəki əməliyyatların sayı? 10 18. Hə, mən indi 10-9-a qədər getsəm zaman limiti olar? Bəli. Hə, çünki çox gedirəm. Onda gələk düstur yazmalıyım. Düsturdakı nə idi? Ansa bərabərdir. Bir yerde deyin düsturun nə olduğunu. Deyin yazın da düstur nə idi? En bərabərdir N vur. N plus 1 bölü 2. Düstur odur. Məsələn, 1-dən 5-ə qədər ədədlərin cəmi 15-dir. Neçə eləyir 5 vur 6 bölü 2? 5 vur 3, 15. Aydındır. Ya da ki, 1-dən 6-ya qədər ədədlərin cəmi 21-dir. 6 vur 7 bölü 2. 6-nı 7-yə vuranda 42 bölü 2, 21. Aydındır. Bu müsbət ədədlər üçün düzgün tapın. Məsələdə deyək ki, ədəd mənfi də ola bilər. Mənfi olanda biraz problem olur. Mənfi olanda belə düşün, bax. Mənfi 3-ə qədər ədədlərin cəmi nədir? Burada nümunə deyib. Birdən bax, belə biraz qəribə məsələdir, mənfini deyib deyə. Normalda bu məsələ belə olsaydı, müsbət ədəd desəydi, elə birbaşa bu kodu atardım, düzdür? Bu kodu atsaydım düzgün keçəcəkdi. Məsələdə deyir ki, bax burada 64 bit deyir. 64 bit hansıdır? Int yoxsa long-longdur? Long. Long. Long, müəllim. 32 bit int, bax 32 bit intdir, 64 bit long-longdur. Deyir ki, cavab 64 biti aşmayacaq. Deyir ki, cavab long-longa sığacaq. Nə deyir ki, cavab long-longa sığar. Mən də bura int yazmışam, düz yazmışam, yoxsa yox? Əslində bax long lazımdır. Mən də bura int yazmışam, düz yazmışam. Xeyr müəllim. Bəs yuxarıda define int long nə deməkdir? Mən onda int long-longa bərabər olur. Hə, deməli əslində düz yazmışam, çünki bu define ilə bir yerdə. Yəni bu define-i yazsa, ya silsəydim bu define-i, ya da yazmasaydım bu define-i. Hə, onda səhv olardı. Ümumiyyətlə həmişə long yazın, onu məsəl görürəm. Həmişə long yazın, ya da ki define int long yazdıqdan sonra hər dəfə int yaz. Hər dəfə int yaz, hə. Bir dənə bunun səhv yeri hansıdır, onu deyəcəm, bax. Bunun səhv yeri bax buradadır. Tutaq ki, maksimum tapanda, maksimum n0 tapanda burada biraz işləməyəcək kod. Define int long yazanda. Burada error verməlidir, səhv eləmirəmsə.
Burada niyə sizcə error verir maksimum n 0 deyəndə? Burada kodda səhv şey görürsünüz heç. Bilirsiniz niyə? N'in tipi nədir? Int yoxsa long-longdur N'in tipi? Int. Diqqətlə bax, define int long-long yazmışam. Deməli nədir? Int deyil əslində. Longlonum mən. Long-longdur. Sıfırın tipi nədir? Sıfırı int olaraq başa düşür. Deyir ki, long-longla inti mən müqayisə eləyəndə eləyə bilmirəm. Ona görə də bunu gərək belə yazsan. 0 el, böyük l. Böyük el neyinir sıfırı? Intdən çevirir nəyə? Long-longa. Başa düşdünüz? Maksimum yazanda tam ədədlə maksimum eləyəndə ədədi. Gərək yanına el yazılsan böyük hərflərlə. Bu neyinir? Çevirir həmin tam ədədi long-longa. Bir dənə burada probleminiz ola bilər. Qalan hər dəfə define int long-long yaz geçsin. Yaxşı, get tapaq funksiyanın düsturu nə idi? N vurulsun, dedik n plus 1 bölü 2. Get xüsusi hallarla deyək. N 0 olsaydı cavabı nə olardı? N 0 olanda bizə nəyi toplayır? 1 plus 0-ı neçə eləyir? 1. 1. Return 0 getir o bizim. N mənfi olsa, yox, n mənfi deməyim. N müsbət olsa, elə cavab nədir? Answer budur da, düzdür? Answer. Düsturun özü. Mənfi olanda nə indirəm bəs? Mənfi olanda niyə mənfi 5 tapıb? Çünki burada mənfi 6-dır, bax burası mənfi 6-dır, plus 1. Çatdı, niyə mənfi 5 tapdı? Burası mənfi 6-dır, plus 1. Bir sən indirəm, ansəni mənfi edirəm, ansı bərabərdir mənfi ansə. Mənfi, elə bir ki, vur mənfi 1 də, vur mənfi 1. Mənfi 1-ə vurdum, üzərinə nə gəldim? 1. Ansəni də verirəm. Məsələn, mənfi 4-ə qədər ədədlərin cəmini tap desəydi, hansı ədədi verərdi sizcə? 1-dən mənfi 4-ə qədər ədədlərin cəmini tap desəydi. Mənfi 9. Mənfi 9. Yəni neyinir? 1-dən 4-ə qədər ədədlərin cəmi nədir ümumiyyətdən? 10-dur. Onu neynədir? Vurdu mənfi 1-ə. Mənfi 9. Yox, vurdu mənfi 1-ə. Mənfi 10 elədi. Üzərinə 1 gələndə də mənfi 10 üzərinə 1 gələndə mənfi 9 eldir axı. Ona görə. Baxa görə niyə elə oldu? Mənfi 3 bir dəqiqə. Həmən bunun modulunu vurmalıyam. Mənfi 3-ü vuranda burada səhv verir. Burada gərək modulunu gərək vurum. Baxın. Modul nə idi? Hansı şey idi? 3 hərfi idi. Nə idi o? Modul. Modul nə tapırıq məsələdə? C++-da. Bilmirsiniz modul nədir? A ilə başlayırdı. Abısı. Hə, abısı. Absolut deməkdir. Bu moduldur. Niyə modul deyirəm? Çünki mənfi 3-ü vuranda mən 3-ü istəyirəm də. 3-ün tam dəyərini. Modul dəyərini istəyirəm. Ona görə abısı yazır. Deyə belə. Oradan bunu çıxardım deyə. Mənfi 3 də mənfi 2 verdi. İndi amma mənfi 3 də mənfi 5 verməli idi. Ona görə. Hə, mənfi 5 verdi. Düz indi. Bunu forla yazsaydıq, elə bir ki, əgər n 1-dən böyükdürsə yuxarı get, n əgər 1-dən kiçikdirsə aşağı get. Onda zaman limiti olardı. Düzdür? Çünki ədəd 13-9 olsaydı daha işləyə bilmirdi də. Sual varsa soruşun belə. Bəl qaldırmaya basma. Sual soruş. Mən modulu anlamadım ya. Modul nədir? Bir dənə deyim. Modulu anlamadım. Bax, modul bilirsən nədir? Bax, 5-in modulu nədir? Kim deyə bilər? 5-in modulu. Uşaqlar, modul keçmişsiniz nədir modul? 0-dan olan məsafədə. 5-in modulu 5-dir. Abısı 5. Bəs mənfi 5-in modulu nədir? Mənfi 5-in modulu. 5. 5-dir. Bax, modul bilsən neyiniyir? Müsbət ədədlərin elə özününküdür. Mənfi ədədlərdə də mənfini silir sadəcə. Çatdı? Bəli. Elə bir ki, mənfi işarəsini götürürsən də. Mənfi işarəsi varsa götürürsən mənfi işarəsini elə. Səhv çıxdı ki, bir dənə səhv tapaq. N 0-dırsa 1, n müsbətdirsə answer, yoxsa ki, mənfi 1-ə vur, answer üzərinə gəl. Bu niyə səhv çıxdı? Hansının mənə də səhv çıxa bilər ki?
Maraqlıdır, gözlə. Daha neçə var ki? Üstə düz verərdi, mənfi üstə mənfi 5-i vermişdi. %128. Hə, bəlkə vurumu belə bilirəm nəyə görə bəlkə səhv çıxa bilər. Bax, burada birinci vurmuşam, sonra bölmüşəm. Yəni məncə buna görə səhvdir bax. Düzdür, bu inanmıram böyle bir şey olsun. Ola bilər ki, ədəd sırf bu məsələ üçün belə bir şey yazsam. Bax. Bunun iki tərəfi var. X bərabərdir absolut n. O bir tərəfdəki n plus 1-dir. Y qədər bərabərdir x plus 1. Mən nə edirəm? X-i y-ə vurub 2-yə bölürəm. Düzdür? X-i vururam, y-ə bölürəm 2-yə. Bir də deyim, cütü bölüm 2-yə sonra vurum bir-birinə. Əgər hansı cütdürsə, onu bölüm 2-yə sonra vurum bir-birinə. Çünki ola bilər ki, bu overflow olsun. Overflow deyirlər ona. Long-longu aşsın. Long-longu aşa bilər bu kod. Biraz. Ona görə sırf bunu yazıram. Bu məsələ üçün yazıram, bu sizi çaşdırmasın. Yəni belə deyəndə, bax 2 ədədi bir-birinə vuramsa, sonra 2-yə bölürəmsə, bunlardan biri cütdür, biri təkdirsə, bunlardan cütü 2-yə bölüb, sonra vura bilərəm təkə? Hə. Onu edirəm ki, ədəd çox böyük olur, long-longu aşır deyə, biraz aşır da, güclə. O problem baş verməsin deyə. A-sa bərabərdə x vur y. Bax, bunu bundan dəyişdirdim. Baxın görək, anladınız dediyimi. Çatdı burası. Mən x-dən y vurub 2-yə bölməliyəm. Nə dedim? Burada nə dedim if-else-də? Əgər x cütdürsə, x-i bölü 2-yə, yoxsa y-i bölü 2-yə. Çünki ikisindən biri mütləq cüt olmalıdır. Yan-yana ədədlərdir deyə. Hansı cütdürsə, 2-yə böl, sonra vur. Bunu sırf bu məsələ üçün yazdım. Normalda belə şeylər olmur əslində. Hə. Yoxlayaq. Heç də yəni, normalda düz olacaq yəqin ki. Yoxlayaq. Göndərib yoxlayaq. Aydındır. Burası siz çaşdırmazsan, elə kodun özü iflərdədir. Yuxarıdakı sadəcə yazdım ki, cütü birinci bölü 2-yə sonra vurur bir-birinə. O ədəd böyük olur deyə, onun qarşısını belə aldım bu dəfə. Elə bil ki, bax, cavabım deyir ki, 64 biti aşmayacaq. Mənim cavabım olacaq 9 vur 10 üstü 18 də, tutaq ki. Long max'ın ən böyük qiyməti budur. Long max'a ən çox bu sığır da. İndi mən bunları bir-birinə vuranda eləyir 18 vurulsun 10 üstü 18, 2-yə böləndə eləyir. Bunu 2-yə böləndə də eləyir 9 vur 10 üstü 18. Bunları bir-birinə vurduqdan sonra 2-yə böləndə. Amma 18 vurulsun 10 üstü 18 long-longa sığır? Yox. Ona görə qoy birinci cütü 2-yə bölüm, sonra vurun bir-birinə. O məntiqlə işlədim. Bu 72 bal toplayanların başa düşdünüz? Necə yazmaq lazımdır? Birinci cütü böl 2-yə, sonra vur bir-birinə. O ədəd böyüyə aşmasın deyə. Bəli, müəllim, başa düşdük. Kilsə öbürsünə. Hə, başa düşdünüzsə buna basın elə. Onu deyirdim. Sualı olanda soruşsun elə. Sözlə. Müəllim, mən oradakı virtual şahdakı tapşırıqları eləyə bilmirəm. Necə? Mən orada virtual şartçı tapşırıqlarını eləyə bilmirəm. Buradakı 5 dənə tapşırıq eləyə bilmirsən? Yox, eləyə bilmirəm. Bildim, indi ağlıma... Bu səs niyə çıxardırsan belə bir səs? Hə, eybi yox. Mən isə edə bilirəm. Sən isə diqqətdən qulaq as.
Neyinmək lazımdır? Elə bilməyəndə pis olmaq lazım deyil ki, diqqətən qulaq asın. Elə bir yaxdan da onu danışırıq. 4 dənə məsələ mən bir yaxdan da nəyə danışıram? Bax, qulaq as, eyb yox. İndi ki eləyə bilərsən, indi eləyə bilərsən deməyim, amma anlamısan deyim də. Eləmək üçün gərək dəfələrlə yoxlamaq lazımdır. İndi mən deyirəm burada kim anlayır, səni qaldırırsan. Bunlar bu uşaqlar anlayıb. Yəni indi əgər bu məsələlər qabağına çıxsa, heç olmasa ağlına həll üsul gəlir. Mən bunu nə vaxtsa belə həllini görmüşdüm. Nə vaxtsa mən bunu belə həll eləyəndə müəllimdən görmüşdüm. Eləyə bilməsə belə də, yenə də ağlında həll üsulu yaranır. Gərək belə tipli məsələlərdən çoxlu işləyəsən də. Elə birbaşa durub mən bunu eləməliyəm kimi olmur axı. İndi burada uşaqlar mən məsələni qoyanda 4-5 məsələ yazanlar var idi. Onlar əvvəlcədən işləyənlərdir də. İndi bax 335 məsələ həll edib. Tutaq ki. Ya da ki digərlərinə baxsaq. İndi bəlkə yeni hesab ola bilər. 211 məsələ həll edib. Yəni müəyyən qədər işləyib də belə məsələlərdən. Ona oxşar gəlib deyə belə məsələlər artıq tez yaza bilib. Məsələn, məsələ var idi, 3 rəqəmli ədədin rəqəmlərin cəmi. Bu məsələni əgər sən belə tipli məsələlərdən işləmisənsə, elə məsələni açan kimi ağlına həll üsulu gəlir, düzdür? Massiv məsələsi var idi. Əgər sən massiv məsələlərdən bir azı 20-30 dənə işləmisənsə, bu məsələni açan kimi ağlına nə gəlir? Sort gəlir ya da minimum maksimum gəlir, düzdür? Heç çox düşünməsən belə ağlına həll üsulu gəlir. Düzdür? Məsələn, D-də məsələni açan kimi ağlına for gəlir. For ya da ki, düstur. İkisindən birini yoxlayacaqsan. Gərək çoxlu məsələ istəyəsən də, pis olmaya ehtiyac yoxdur. Keçək E məsələsinə. E-də nə deyir? E-də deyir ki, maksimum sabərəyi samı tap. Sabərəyi nə deməkdir, onu deyək, bax. Sabərəyi massivdə bir yerdə başlayan, bir yerdə qutaran. Hayır, elə şeylər atmaq çatır. Hə, bax, massivdə bir yerdə başlayan, bir yerdə qutaran necə? Məsələn, mouse-la göstərə bildiyim hər şey. Sabərəyi bu. Sabərəyi mouse-la göstərə bildiyim hər bir şeydir. Sabərəyidir. Yəni, bir yerdə başlayan, bir yerdə qutaran ardıcıl. Massivin özü, bütün hamısı sabərəyi olar onda. Sab-ərrey deyirlər ona. Alt massiv. Sab-ərrey. Bax, məsəl üçün, 2 dənə şey deyimsə, sabərəyi ilə subsequence var. Bunu ingiliscə elə deyirlər. Ya sabərəyi nədir onu deyək. Məsəl üçün, var səndə düzdə 6, 1, 2. Sabərəyi idi sizcə bu. Massivdə bir yerdə başlayıb, bir yerdə qutarır. Ardıcıl olsun. Ardıcıldır bu. 6, 1, 2 ardıcıldır bu. Massivdə. Bəli. Hə, massiv üçün bir dənə çox eləyim. Hə. Sonra keçdik. 5, 6, 1. Bu sabərəyi idi sizcə. Ardıcıldır, yəni massivdə. Bəli. Hə də hə. Sonra 5, 6, 7. Bəs. Bitişik idi massivdə. Ardıcıldır, bitişik idi, yoxsa yox? Bitki deyirlər müəllim. Onda bu sabərəyi idi, yoxsa yox, sabərəyi deyil. Başa düşdünüz sabərəyi nədir? Yaxşı, bir dənə nümunə deyək. 5, 6, 1, 2, 7. Bəs bu? Hamısı, bütün massivin özü. Sayaram bütün massivin özünü. Bəli. Hə də hə. Bəs bu, elə təkcə birin özü. Massivdə var bir. Bəli. Bunu da sayaram. Yəni tək elementdə ola bilər, bütün massivin özü də ola bilər. Əsas qaydası nədir? Bu ədədlər massivdə necə olsun? Yan-yana, ardıcıl. Aydındır? Sabərəyi odur. İndi deyək ki, məsələdə yan-yana gələn ədədlərdən cəmi nə qədər ola bilər ən çoxu? Yan-yana ardıcıl gələn ədədlərdən cəmi ən çoxu nə qədər ola bilər? Baxaq. Bax, burada niyə 9 verib? Buna bax. Toplayınca da bu ədədləri, bu göy olan ədədləri toplasa neçə eləyər? 9. 9. 9. Deyir ki, ən yaxşı nümunəsi budur burada. Bax, bu ardıcıl gələn bu sabərəyilərdən cəmi ən çox olan nümunə budur. Bu sabərəyilərdən cəmi ən çox buradadır. O da 9-dur. O göylə göstərdiyim.
Amma bəs bura qədər toplasaydım neçə eləyərdi? 8 eləyərdi. 8 niyə deyirəm? Çünki burası 9-dur. Burası da -1-dir. Ay səsini bağla ya. Necə becərib sənin səsini bağlayıram. Lazım olanda səsi aç, yoxsa da bağla. Hə, elə. Burası 9-dur. Burasıdakı -1-dir. Toplayanda neçə eləyir? 8 eləyərdi burada. Deyə buradan bura ilə, buradan bura deyirəm. Məsələn, şərtdə deyir ki, yəni ardıcıl gələn elementlərdən cəmi ən çoxlarını yaz. Əgər bütün massivin hamısı müsbət ədədlərdirsə, elə cəm ən çox cəm nə olardı? Bütün massivin cəmi. Düzdür? Bildiz nəyi tap deyir? Massivdə yan-yana elementlərdən cəmi ən çoxlarını tap deyir. Şərti başa düşdük, şərti. Şərti deyirəm, həlli demirəm. Kim anladı şərti? Bəli. Ardıcıl gələn elementlərdən ən çox, yəni cəmi hansındadır, həmin ədədi yaz. Ola bilər ki, bütün massivin özü də ola bilər, ha. Bir elementin özü də ola bilər. Mən bacardığım qədər müsbət elementlərdən böyüklərini toplamağa çalışacağam da, elə. Tamam. Necə eləyə bilərik sizcə? Bax. Bunun 3 dənə həllini göstərəcəm sizə. Biri n kubudur. Biri n kvadratdır, biri də n-dir. Bax, bir həllini cəbələ yazaq. Deyir, massivdə bir yerdə başlasın, bir yerdə qutarsın. Tamam. Belə yaza bilərəm. Massivdə başladığı yerə left deyim. Yox, x deyim də başladığı yerə. X sıfırdan n-ə qədər. Qutaran yerə nə deyim? Y deyim qutaran yerə. Qutaran yer y idirsə, deməli x-in sağında olacaq. Düzdür? Y x-in sağında olacaq deyə x-dan elə bil ki, n-ə qədər. Buradakı elementlərin cəmini necə tapa bilərəm? X-dan y qədər. Elementlərin cəmini necə tapa bilərəm? İçində bir dənə for atıb. Düzdür? X-dan y qədər elementlərin cəmini necə taparam? Bir dənə burada for atıram. Bura sam deyim, cəm. Gedim for atım. I x-dan y qədər. X başlanğıc. Y son. X-dan y qədər ədədlərin cəmini taparam. X-dan y qədər for atarım. Samın üzərinə gəlim A-ini. Və hər dəfədə A səni neyiniyim? Maksimumluyum. Çünki məsələdə maksimum istəyir də. Ansanın başlanğıc qiyməti 0 deyim bura. Bax, bildiniz neylədik? X nədir burada? Başlanğıc indeks. Y nədir? Sonuncu indeks. İçində bir dənə for yazdım. X-dən y qədər gedən. Bu nədir sizcə? N kvadratıdır, n kubudur. Nədir bu? Kim deyə bilər? N kvadratı olar, yoxsa n kubu olar? Neçə dəfə x-də for yazmışam? Mən kubu. Kubu. Çünki 3 dəfə x-də for yazmışam. Bu n kubudur. Çünki bura bax, birinci for o n əməliyyat işləyir, n əməliyyat. Bu da ki n əməliyyat deyilir. Düzdür, x-dan başlayıb, amma yenə də n əməliyyat deyirəm. Bu da ki x-dən y qədər getdiyi üçün bu da n əməliyyat ola bilər. N vur n kubu. Sizcə n kubu bu məsələdə keçər yoxsa yox? N-in qiyməti 200.000-dir. 200.000-in kubu neçə eləyir? Neçə eləyir 200.000-in kubu? 8 vurulsun 10 üstü 15, düzdür? 8 vurulsun 10 üstü 15. 1 saniyədə işləyər yoxsa yox? 1 saniyədə işləyər yoxsa yox? Hə uşaqlar, 1 saniyədə nə qədər əməliyyat var idi? Deyin də. O müəllim keçər. Keçər müəllim, işləməz. Keçər. İşləməz. Nə keçər? Nə keçər? Yəni daha çox olar ki, keçərlə dedin. Düzgün işləməz. Niyə bilsən? Yox, yəni zaman limiti olacaq. Niyə zaman limiti olacaq? Çünki 1 saniyədə 10 üstü 8 əməliyyat var. Sənin kodun isə 10 üstü 15 işləyir. Sənin kodun 10 üstü 15 işləyir, amma 1 saniyədə 10 üstü 8 var. Deməli zaman limitidir. Düzdür? Amma kodun belə düzdür. Açsan zaman limiti olacaq.
Baxsan zaman limiti olacaq da, yəni ona görə deyirdim. Sual varsa soruş. Ronqansa, niyə ronqansa çıxdı? Bir dəqiqə baxım. İndi burada ronqansa verir, məsələn ronqansa olmalı deyil deyə deyirəm. Bir dəqiqə. Hə, siyahut ansa yazmamışam mən. Hayda. Siyahut ansa bir dəqiqə. Müəllim kodu bir daha atın da. Kodu neyniyim? Atın. Atarım ama bu zaman limitidir. Ronqansa yazıb, bu ronqansa olmalı deyil. Bir dənə baxın. Bu ronqansa deyə bilsən nə ronqansa verir? Bu dibinə qədər getməyib deyə cavabı səhv tapıb deyə ronqansa verir. Bu gedib bir də sesin özünü daxilin, sesin özündə. Maksimum xəbəri insan. Məsələn özü burdadır sesdə. Bir də kod boxumu açım. Orada burada isə time limitdə ronqansa deyil. Bu da ronqansa verməyə baxım. Hə, -1. Cavab -1 də ola bilər. Onu da belə eləyəcəm. Ansanın qiymətini qoyuram. 0 yox, int minimum. Niyə int minimum qoyuram? Çünki cavab mənfi də ola bilər. Niyə mənfi ola bilər? Deyir ki, boş olmayan, non-empty. Əgər bütün masivin elementləri mənfidir, təsəvvür et ki, bütün masivin elementləri mənfidir. Onda cavab nə olar? Bu mənfilərin içərisindən ən böyük bir dənəsi, düzdür? Bütün masivin elementləri mənfidirsə, cavab 0 ola bilməz də. Bunlardan ən böyük bir dənəsi olacaq. Kodu atıb yoxlayaq. Baxın nə verir. Nə səhv oldu? Ronqansa cavabı bir dənə baxaq. Bunu düzəltdim axı. Ay, mən burada yox, burada düzəltməli idim. Çünki mən bura fayl atıram bu səsə. Hə, indi görəcəyiz. Səbirli olun. Nə səhvi verir? Time limit. Niyə time limit verir sizcə? Çünki zaman limiti mən nə yazmışam? N kubu yazmışam da N kubu. N'in qiyməti burada nədir? 200.000. N kubu da keçər bu. Zaman limiti olacaq. Aydındır niyə zaman limiti oldu? Bax, kod budur. Bəli, müəllim. Tamam. İndi digər üsulu yazacağam. Gözləyin. Sən niyə talim tolu izah edə bilərsin, mən anlamadım. Bax, burada iç-içə nə qədər for var? 1, 2, 3. 3 dənə iç-içə for yazmışam. Hərəsi də n dənə əməliyyat edir. Bu n dənə əməliyyat edir, n dənə. Bu da ki, n dənə eləyir. Bu da ki, tam n deməsən də təqribən n dənə əməliyyat eləyir. Bəzən n dənə eləyə bilər, bəzən bir dənə, bəzən 2 dənə eləyə bilər. Amma toplamda n dənə sayıram. Deyim ki, n vur n, yəni n vur n eləyir n kubu, bildin? Bəli. Hə, n kubu, n-in qiyməti orada 200.000-dir. 200.000-in kubu eləyir 10 üstü 15. Öyle bir ki 10 üstü 5'in kubu nədir? 10 üstü 5'in kubu 10 üstü 15'də. Bir sənədə də 10 üstü 8 var. Nə olacaq? Başa düşdün? Yəni mən bildim talim tolu. Yaxşı. Digər üsul bax budur. Buradakı foru silim, əvəzinə belə yazım. Samın burada deyim. Int sam bərabərdir 0. Müəllim, kodu atıldı amma heç nə edə bilmirəm. Bu kod səhvdir. Səbirli ol. Lazım olsa ataram. Bax, gör indi nə demək istəmişəm. Bir dəqiqə. 1, 2, 3, 4 da massivdə. Mən əgər birdən başlayaram, bax birdən başlayan massivlər, birdən başlayan sabarilər hansılardır? 1, 1, 2, 1, 2, 3, 1, 2, 3, 4. Mən 1, 2, 3, 4-ün cavabını 1, 2, 3-dən ala bilərəm. 1, 2, 3, 4-ün cəmini 1, 2, 3-dən necə almaq olar? Bunun üzərinə nəyə gəlim? 4. 4 gəlim. Ay sağ ol. Mən də elə şey yazdım. Y arta, yox, y gəlim. Bax,
başlanğıcda elə ki 1-i gəlim. Sonra 1-2-ni almaq üçün təzədən 1-i toplamayım. Çünki yoxsa 1-i toplamışam da bir dənə üzərinə 2 gəlim. 1-2 3-ün cəmini tapmaq üçün bir biz nə tapmışdıq 1-2 3-ün cəmini? 1-dən 3-ə qədər getmişdim. Amma mən bir yağ elə 1-dən 2-ə qədər getmişəmsə, elə 1-dən 3-ə qədər gedəndə bir dənə üzərinə 3 gəlsəm kifayət eləyər. Düzdür? Başa düşdünüz? Bax, 1-2 3-ün cəmini bilirəmsə, təzədən 1-dən 4-ə qədər getmək ehtiyac var. 1-2 3-ün cəmini bilirəmsə. Yoxdur. Bir dənə üzərinə elə 4-ü gəlim. Aydındır nə dedim? Həmin şey yazmışam burada, bax. Bir yax nə eləmişdim? 1-dən 3-ə qədər getmişdim, 1-dən 3-ə qədər getmişdim. Sonra 1-dən 4-ə qədər getmişəm. Toplamda 7 dənə əməliyyat eləyəcək. Amma indi 1-dən 3-ə qədər gedəndən sonra elə 1-dən 4-ə qədər yox, elə birbaşa 4-ün özünü bir yaxşının üzərinə toplayıram. Bu sam bərabərdə 0-ı burada deyirəm. Sam bərabərdə 0-ı burada deyirəm. Sonra samı burada eləyirəm 1, samı burada eləyirəm 3, samı burada eləyirəm 6, burada eləyirəm 10. Aydındır? Burada niyə 10 elədim? 6-ın üzərinə nəyə gəldim? 4-ü. Çatdı. Bu zaman imtinədir. N kvadratı yoxsa n kubu? n kvadrat. N kvadrat 2 dənə elə. N kvadrat. N'in qiyməti nədir burada? 200.000. Nə olar? Taylimit olar yoxsa düzgün olar? Kvadratı nədir 200.000-in? Kvadratını deyin. 200.000-in kvadratı. 10 üstü 5-in kvadratı neçə eləyir? 10 üstü neçə eləyir? 10 üstü 5-in kvadratı. 10 üstü 10. Düzdür? 10 üstü 10. 10 üstü 10. 10 üstü 8-dən nədir? Böyük. Onda taylimit olacaq. Düzdür? Bəli. Yoxlayaq görək. Limit. Bir yaxçına nə qədər keçmişdi bax? Bir yaxçına keçmişdi. Bir yaxçına da onun tez keçmişdi. Bu indi də. Hər nəsə yox. Amma burada hansı daha çox bal verə bilərdi? N kubu daha çox bal verərdi, yoxsa n kvadratı daha çox bal verərdi? N kvadratı. Məsəl üçün olimpiyada olsaydı bir dəqiqə, deyir ki, n-in qiyməti orada saptasklar var, alt tapşırıqlar. N-in qiyməti ikisi bərabərdirsə, tutaq ki, 100-dən verir 10 bal. N-in qiyməti ikisi bərabərdirsə, 1000-dən verir 30 bal. Yerdə nə qədər bal qaldı? Onu 30-lara verəndə 40-60 bal qalır. Digər bütün hallarda, yəni n-in qiyməti 2 vur 10 üstü 5-dən ikisi bərabərdirsə verir 60 bal. Sən indi n kubu yazsan... Siz əvvəlki dərsin videosunu atmamışsınız. Özüm atmadım YouTube'dan. Görürəm kurs nəsə, heç nə. Ataram bir dəqiqə yazıram mən orada playlistdə 5 dənə dərs var. Deyərəm bu gün atarlar onda olar. Mən əslində demişdim atsınlar, nəsə yox da. Aldı müəllim çox sağ ol. Bax, n kubu yazsam hansı keçər? 100 keçər, 1000 keçər, yoxsa 200.000 keçər? 200.000 keçmər. 1000-in kubu nədir? N kubu yazsaydı 1000-in kubu neçə eləyir? 10 üstü 10 üstü 9. 5. Yox, 10 üstü 9 kubu deyirəm 1000-in kubu. Hə, kubu. Bəs 100-ün kubu. Bax, n kubu yazsam 1000 deməyim, deyil, biraz çox deyə bilərəm mən buna, biraz 5000 deyim lap. Bax, n kubu yazsam, mən nə qədər bal alaram bu məsələdən? Əgər saptasklar belədirsə, 10 bal alaram. Niyə 10 bal? 100-ə qədər bütün testlər düzgün keçər, n-in qiyməti 100-dən ikisi bərabərdirsə. 100-ün kubu nədir? 1 milyon. İşləyər 1 saniyəyə. İşləyər də, düzdür? 1 milyon 10 üstü 8-dən kiçikdir axı. Bəs n kvadratı yazsam, n kvadratın 100-də keçəcək n kvadratı. Bəs 5000 kvadratı nədir? 5000-in kvadratı. Şimdi deyə bilər, 25 vursun 10 üstü 6, düzdür? 25 vur 10 üstü 6. 10 üstü 8-dən kiçikdir, 25 vur 10 üstü 6, hə? Yəni 2.5 vur 10 üstü 7-dir də, hə? Kiçikdir. Deməli, neçə bal qazanaram? 40 bal.
Bax, məsələdə deyib ki, n-in qiyməti 100-dən kiçik olan bütün hallarda 10 bal verəcəm. N-in qiyməti 5000-dən kiçik olan bütün hallarda 30 bal verəcəm. Digər bütün hallarda da 60 bal verəcəm. Deməli, sən n kubu yazsan 10 bal qazanarsan. Bu keçər, amma bunda zaman limiti olar bu ikisində. N kvadratı yazsan 100-dən 5000 keçər. Bildiniz niyə 5000-də keçər? 5000-in kvadratı 10 üstü 7 eləyir. Yəni 2.5 10 üstü 7 eləyir də. O da ki 10 üstü 8-dən kiçikdir də, düzdür? Düzgün işləyər. Amma n kvadratı burada zaman limiti olacaq altdakı nümunədə. İndi başqa bir həlli var bunun. Başqa bir həlli nədir? İndi gəlin onu deyəcəm. Baxaq. O n-lik bir dənə həlli var. Onu deyək. Yadıma salım. Hə. Yazım, atım baxım görün düz keçirsə deyəcəm həllini. Düz keçsə həlli deyəcəm. Bunun alqoritmun adı. Burada sizə zaman limiti nə olar? İndi həllə gələrik. Zaman limiti nədir bunun? N kvadratı yoxsa nədir? Yoxsa elə n-in özüdür? Nədir sizcə burada zaman limiti? Nə görürsünüz? 2 dənə for. İç-içədir sizcə forlar. Xeyr müəllim. Xeyr müəllim. N kvadratı olar yoxsa n olar? N kvadratı olar yoxsa n olar? En. En olur. N-in qiyməti 200 mindirsə, deməli kod keçər, düzdür, çox sürətlə. Başa düşdünüz zaman limiti niyə olmadı, düzgün işlədi. Çünki o n-dir birbaşa. N-ə qədər getdim də sadəcə. Bilirsən bu nə deməkdir S? Bax deyirəm ki, hər dəfə belə yadda saxlayıram məsələdə. Teması budur. Əgər deyirəm S-in qiyməti başlanğıca 0-dır. Ya S-i -1 eləyəcəm. İndi başlanğıca -1-i götürürəm. O mütləqdir. -1-i götürürəm. Çünki boş ola bilməz. Məsələdə onu deyir. Non-empty. -1-i götürdüm. İndi sizcə -1-in üzərinə 3 gəlmək daha yaxşıdır, yoxsa 3-ü elə sadəcə 3-ü gəlmək, sadəcə elə ki, hansı daha yaxşıdır? -1, 3, yoxsa təkcə 3 cəm olaraq? Sadəcə 3 müəllim. Sadəcə 3 daha yaxşıdır. Sonra keçirik o birisinə. 3 -2 daha yaxşıdır, yoxsa sadəcə 3 yaxşı? Yox, gözə. 3 -2 daha yaxşıdır, yoxsa sadəcə -2 daha yaxşıdır? 3 -2. 3 -2. Hə, onda belədir. Hələl belədir, davam edirəm. 3 -2 5 daha yaxşıdır, yoxsa 5 özü yaxşıdır? 5. 5. Yox, 3 Mənim- -2 5. 3-dən 5. 3, 5 -2. Ay sağ ol. İndi bax bu yaxşıdır, yoxsa təkcə 3 yaxşıdır? Soldakı, düzdür? Yaxşı, bir dənə də davam edək. Bilirsən, hər dəfə bunu dəyişdirdikcə cavabı makslayıram. Bunun cəmi nə idi indi? 9-dur. Cavabı artıq 9 elədim. İndi gəlirəm. -5 belə yaxşıdır, yoxsa təkcə -5-in özü yaxşıdır? Bura birləşəndə, yoxsa təkcə -5-in özü birləşəndə yaxşıdır? Birləşəndə 4 olur. Birləşəndə 4 olur. Tək olanda -5 olur. Sonra 2 belə daha yaxşıdır, yoxsa burada daha yaxşıdır, solda daha yaxşıdır. Birləşəndə 4 oldu deyə, indi 6 olacaq. Bu 2 ilə bir yerdə də 8 olacaq. Amma mən bunların hamısının maksını tapıram deyə ən çox hansı cəm olmuşdu? Bu olmuşdu. Dəfələrlə hər bir əməliyyatdan sonra cavab S-in ən böyük S nə oldu? Ansa o deməkdir. Ansa ən böyük S nə oldu deməkdir. S nə edir? Ya əvvəlki ədədə birləşdirir, ya əvvəlki ardıcıllığa birləşdirir, əvvəlkilərə birləşdirir, ya da ki tək olaraq saxlayır. Başa düşdüyü həlli necə işləyir? İdeası belə idi bunun. Və anladınız niyə n kubu n kvadratı keçmədi, o n keçdi. Bunun da o n olduğunu başa düşdünüz. Yəni n kubu n kvadratı o n olduğunu nəyə görə bilirsiniz? Nələrin sayına görə? Hansı dövrün sayına görə bilirdik? Dövrlərin sayına görə, yəni forların sayına görə iç-içə. Burada 2 dənə for var, amma iç-içə deyil də. İç-içə olan forların sayı n kubu n kvadratı o n olduğunu bildirir. Çatdı da yəqin, hə? Tamam. Əla. Gəlin indi bunlara baxaq bir dənə də. Son ümumi dərsin sonunda. Mən
Ben şey çizmirəm, nəsə bax başımda. Bax, bu nədir sizcə? O nədir bu? A++, B++, C bərabər A plus B. O 1, düzdür? Burada bəs bu nədir? For atmısan. O n-dir, yoxsa o 1-dir? O n-dir, yoxsa o 1-dir sizcə? Bir dənə for atırsan. Özünüz deyin. O N. O n-dir, bir dənə for Müəllim atırsan. bir daha kodu atmıyor. Bu da atıram. Bax. Düzdür. Ronqası oldu. Niyə ronqası oldu ya bu? Yox, bu deyil düzdür. Kodu hə, mənim deyil. Mənimki bu idi. Mən deyirəm bax başqasını. Sonra davam edək. 2 dənə iç-içə for yazmışamsa bu nədir? O nədir? Deyin də uşaqlar, bu nədir? 2 dənə iç-içə for yazmışamsa. O nə? N neçə? Kvadratı müəllim. N kvadratı. Bəs iç-içə deyir ki, k dənə iç-içə dövr yazsan, k dənə iç-içə dövr yazsan, o n üstü k olar. Burası çatdı da yəqin. Yəni k-nın qiyməti 2 dənə iç-içə dövr yazsan, n kvadratı belə dəfələrlə belə dövr. Yaxşı, bəs bu nədir? O 3 n-dir, yoxsa o n-dir? 3 n-ə qədər gedirəm. Nədir bu? Müəllim o N. Bunlara o n deyirlər. 3 n-ə qədər getsəm də, n plus 5-ə qədər getsəm də, bu n bölü 2-dir də, 2-2 gedir, tullana, 2-2. Bunların hamısı nə gedir? O n. Aydındır niyə o n deyilir? Çünki dəqiq demir də, yəni sadəcə ədəd olaraq. Yəni tam dəqiq hesablamaya ehtiyac yoxdur. 3n olsun, n plus 5 olsun, n bölü 2 olsun. Hamısı nə sayılır? O n olaraq sayılır. Aydındır yəqin ki, Fuat. Bəs bu nədir? 1-dən n-ə qədər, 1-dən i-yə qədər. O n-dir, yoxsa n kvadratıdır? 2 dənə for. En kvadratlı nə? N kvadratı müəllim. Bilirsən niyə deyir n kvadratıdır? Birinci əməliyyatda bax. Birinci əməliyyatda eləyəcəksən bir dənə əməliyyat, düzdür? Bilirsən nə edir? 1-dən i-yə qədər gedir. I-nin qiyməti 1-dirsə, 1-dən 1-ə qədər gedəcək. I-nin qiyməti 2-dirsə, 1-dən 2-ə qədər gedəcək. Birinci əməliyyatda bir dənə əməliyyat elədin. Birinci forda. İkinci, sonra 2 dənə elədin. Sonra n-ə qədər gedəndə nə qədər əməliyyat eləmiş olursan? 1-dən n-ə qədər ədədlərin cəmi bu düsturdur da. İndi düsturu belə yazılır. 2-də 1 n kvadratı plus n. Bu da əslində n kvadratı deməkdir. Başa düşürsünüz nə demək istədiyini? Yəni deyir ki, bu n kvadratına daha yaxın ədəddir. Aydındır, bu qədər fora girsən, n kvadratına daha yaxın bir ədəd alarsan. N kvadratının yarısı qədər ədədə girmiş olursan. Aydındır, niyə elə deyil n kvadratının yarısı qədər ədədə girmək? Bəs bu nədir? Gör nə qədər for var. Bunun zaman limiti kim deyə bilər? De bunu. Müəllim Deyin. o N. O n-dir səncə, bəs 2 dənə forlar nədir içsə? Əl qaldırmaya basma, sözünü de. Hamından soruşuram. Nədir uşaqlar bunun Əgər cavabı? kodu atacaqsınız. Nə indi? Müəllim o N kubu. Yəni o n yoxsa kubu kvadratı nədir? Müəllim o N kubu. Yaxşı, digərlərdə fikrin desin, deyəcəm birazdan doğru cavabı. O n kvadratı yoxsa kubu? Sizcə nədir uşaqlar? Bu yuxarıda gördüyünüz kod. Kvadratı. Başqaları da desin fikrini. O en kvadratı mən. Məncə də kvadrat. Niyə kvadratı deyirdiniz? Niyə? Çünki burası bax, burası o n-dir, düzdür? Bax, bu yuxarısı o n-dir. Bax, bu hissəsi nədir bəs? 2 dənə iç-içə for. Kvadrat. Bəs altdakı nədir? N-dir. Bilirsən nə deməkdir? N kvadrat plus 2 dənə o n. N kvadrat plus 2 dənə o n toplayanda nə edir? Böyüyü nəzərə alırsan, ha? Böyüyü nədir bunun? Kvadratı. Bildiniz niyə böyüyü nəzərə alırsan? Çünki zamana ən çox nə təsir eləyər sizcə? Yuxarıdakı və altdakı for, yoxsa iç-içə forlar hansı daha çox zamana təsir eləyər? İç-içə forlar. Başa düşdünüz? Bunun zaman imkanı olduğunda kvadrat. Kub deyəni yəqin anladı da niyə kvadrat olduğunu. Bu da kubluq bir şey yoxdur. 2 dənə iç-içədir var buna görə. Bəs bu nədir? Burada n-ə qədər gedir, burada m-ə qədər gedir. Bunun zaman imkanı olar. Birində n-ə qədər, birində m-ə qədər. Digər dəyişənlərdir, fərqli dəyişənlər. N vur m, düzdür? Neyiniz uşaqlar, hə? Kimə deyir?
Əl qaldırmaya basmayın da sözünüzü deyin. Burada n vur m olur. Çünki bunlar fərqli dəyişənlər olanda gələ həmin dəyişəni istifadə eləyək. Bu n kvadratı demirəm. N kvadratı kimi bir şeydir. Sadəcə burada dəyişən adı fərqlidir. Ona görə n vur m deyir. Bəs bu nədir? Bu rekursiv funksiyadır. Rekursiv funksiya. Hərəsi birini çağırır deyə. Bu rekursiv funksiya o n-dir. Amma hərəsi ikisini çağıranda bu 2 üstə n olur. Ona gəlməyə ehtiyac yoxdur elə. Bax, indi nə deyir? Hansı zaman limitləri var? O1 ən sürətlisi. O1-dən sonra log n gəlir. Log n-dən sonra kökaltı n gəlir. Kökaltı n-dən sonra o n gəlir. O n-dən sonra n log n gəlir. Sortlayanda falan lazım olur. N kvadratı, n kubu, 2 üstə n var. 2 üstə n nə edir? Bütün alt çoxluqlara baxır. Bax, bir çoxluğun alt çoxluqların sayı nə qədərdir? Bilirsiniz o qaydanı. Çoxluğun elementləriniz elə bir ki 2 üstə elementlərin sayı qədər. 1, 2, 3-ün alt çoxluqların sayı nə qədərdir? Boş çoxluq. 1, 2, 1, İlizə yəni nə demək istəyib? 8 dənə. 1, 2, 3-də 8 dənə var. Alt çoxluq. Boş çoxluğun özündən saymaq var elə. 2 üstə n var. Bir dənə ki n faktorial var. N faktorialda permütasiyalardır. Permütasiyalara gəlməyə ehtiyac yoxdur hələ permütasiyalara. Lazım olsa deyərəm. Permütasiyalar bilsə yəqin nədir? Məsələn, 3-ün nə qədər permütasiyası var? 6 dənə. Elə. Məsəl üçün belə bir nümunə deyim. Bax, 4 ölçülü massivin neçə dənə fərqli permütasiyası var? Ölçüsü 4 olan massivin neçə dənə fərqli permütasiyası var? 4 faktorial neçə eləyir? 24. 3-də bildiniz niyə 6 olur? Buna bax, 3-də niyə 6 olur? Yer dəyişmənin sayıdır n faktorial. Bunun zaman limitini sıralasan, bax belə sıralayarsan. Gəl bir-bir deyək. Nə yadımızda qaldı? Ən sürətlisi nə idi? O nə idi? İpucu verirəm, O1. O1. Sonra nədir? Bundan daha gecikdiyen. Yəni indi sürətlidən çətinə doğru gedirəm də, gecikdiyənə qədər. O nə idi? Digəri l ilə başlayırdı. Login. Login. Sonra s ilə başlayırdı. Belə s-ı yazırdıq hətta belə. Nə idi o? Kök altda. SQRT, düzdür? Sonra elə o n-in özü. SQRT. O n-in özü, ay sağ ol. Sonra bunun kvadratı olsun. Sonra da O n kvadratı. sonra bunun O n kubu. kubu. Bunun üstü 4 ola bilər, amma ona ehtiyac yoxdur daha hələ. Sonra 2 üstü n deyirlər. 2 üstü n. Sonradakı n faktorial. Buradakı 2 üstü n alt çoxluqların sayına baxmaq üçündür. N faktorialdakı yerdəşmələrin sayını tapmaq üçündür. Ümumiyyətlə zamana təsir edən nə idi uşaqlar? Dövrlər idi, düzdür? Müəllim, en login qaldı. En düzdür. login. Qəşəng, xoşuma gəldi. N login. Bunu sortda istifadə edir zaten n logini. Sort falan oldu. Zamana təsir edən dövrlərdir yoxsa əməliyyatların özüdür? Əsas dövrlərdir. Dövrlərdəki və dövrlərdən hansı daha çox zamana təsir edir? Tək olan yoxsa iç-içə olan? Hansı daha çox təsir edir zamana? İç-içə olan yoxsa tək olan? Ən çox iç-içə olanlar, düzdür? Onlar daha çox zaman aparır da, dövrlər, forlar, while'lar. İndi bax, bir saniyədə nə qədər əməliyyat var idi dedik? 10 üstü 8. Məsələn, deyir ki, n log n. 18 mi? Hə, məsələn deyir n log n. N-in qiyməti 10 üstü 5-dirsə, n-in qiyməti 10 üstü 5-dirsə, n log n necə hesablayasan? 10 üstü 5 logu nədir? 10 üstü 5-in logu. 16, 17, düzdür? 16, 17 bir sənəyə görə deyirik. 2 üstü 17 nədir? 131 min. 2 üstü 17, 131 mindir. 100 mindən böyüdür. Elə bir ki, 10 üstü 5-in logu 16, 17 deyə bilərəm. Məsələn, indi burada 16 deyib. Deyir, 10 üstü 5-i 16-ya vurursan, 1.6 vurur, 10 üstü 6 eləyər. Bu 1 saniyə işləyər, yoxsa yox? Sığar 1 saniyəyə. Nə deyir? Bu deyir ki, bu algoritm dəqiqliyi ilə 1 saniyəyə sığacaq. Time limit olmayacaq. Yəni sığacaq. Fit o deməkdir də. Başa düşdü də deyir. Yəni log n 10 üstü log n 2 üstü qüvvətdir. Log n 2 üstü hansı ədəd olduğudur. 10 üstü 5 isə 16-dır. 10 üstü 5-in logu 16-dır deyə. 16-nı vuranda 10 üstü 5-ə neçə eləyir? 1.6 vur 10 üstü 6. 1 saniyədə nə qədər əməliyyat var idi deyin. Bir dənə də deyin. 1 saniyədəki əməliyyatların sayını. Neçə idi? 10 üstü neçə idi 1 saniyədə? 8. 10 üstü 8. Deməli bu belə deyir bax. Limitləri deyib sənə bax. N-in qiyməti deyir ki, indi bunları bilməyə ehtiyac yoxdur. 500-dən kiçik bərabər olsa nə yazarsan? Kubu yaza bilərsən 500-dən kiçik bərabərə, hə? Yaza bilərsən. 500-dən kiçik bərabərə kub yazsan düzgün olacaq. 5000-dən kiçik bərabərə kvadrat yazsan düzgün olacaq. Amma 5000-dən kiçik bərabərə 5000-ə kub yazsan keçər 5000-ə. 5000-ə kub yazsan 1 saniyədə keçər yoxsa yox?
Yox. Nəyə görə? 5000-in kubu 1 saniyədən çox olacaq. Başa düşdünüz nə demək istəyir bu məsələdə? 10 üstü 6-ya kvadrat yazsan, time limit olacaq, yoxsa düz olacaq? 10 üstü 6-ya kvadrat yazsan. Hə uşaqlar, 10 üstü 6-ya kvadrat yazsan, time limit olar, yoxsa düz olar? Time limit. Time limit olar. 10 üstü 6-ın kvadratı nədir? 10 üstü 12. 1 saniyədə nə qədər əməliyyat var idi? 18. Hə. Deməli sən, bax, ümumiyyətlə o deyəndən sonra o dedik hesablayırıq. O deyirik, məsələn, deyirəm n kubu. N kubu. N-i yerinə qoyuram, tutaq ki 500. N-i yerinə 500 qoysam, n kubu neçə eləyər? 500 vur 500 və internetdən hesabla. 125 mil. 125 gözlə bir dəqiqə. 100 Milyon. milyon, 125 milyon. Belə də 1.25 və 10-8. Bu güclə 13.8 eləyir. 13.8-in dibi də elə bil ki. Bu elə bil ki 1 saniyə işləyəcək, 1 saniyə işləyər. Bəzən zaman limiti ola bilər. Çünki 13.8-dən böyükdür deyə bəzən zaman limiti ola bilər. Amma kodu sürətli yazsan, biraz optimization deyirlər də, onda daha işləyə bilər. Bu 1 saniyə güclə sığır. Yəni indi 500-dən qalan şeylər n kubiya sığar yoxsa yox? 500-dən daha böyük şeylər n kubiya sığmaz. Düzdür? Çünki 500-də güclə 1 saniyə sığırsa, 500-dən böyük şeylər n kubiya sığmayacaq. Aydındır nə dediyim? Yəni o deyəndə Aynen. bu içindəki şeyləri hesablayırsan, vurursan, nə edirsən? Hesabladıqdan sonra düşünürsən ki, keçər bu 13-8-ə. Keçməzsə yazmağın önəmi yoxdur. Amma olimpiyadada yazmağın önəmi var. Niyə olimpiyadada yazmağın önəmi var deyirəm istənilən həlli? Çünki yazsan bal alacaqsan. Orada bal verir axı. Zaman limitli koda belə. Bax, zaman limitli koda belə bal verir. Ona görə də zaman limitli kod tapsan, yazmağa çalış yenə də. Söylə. Yəqin ki, bu başa düşdünüz demək istədiyimizi. Deməli, necə o deyəndə zamana təsir edən dövrlər idi. Bunları hesablayacağıq. N kubu deyəndə n-in qiyməti olsa 1000 ya da ki 5000. N kubu keçməz, düzdür? Zaman limiti olacaq 1000, 5000 olanda. Gedək 500-dən kiçik bərabər olsun. N kvadratı deyəndə n kvadratdan neçədən kiçik bərabər olsun görək? 5000-dən. Aydındır? Nə dedik? Çünki digər böyük qiymətlərində zaman limitinə gedəcək. Ümumiyyətlə, massivin ölçüsü məsələlərdə ən çox 10^6 olur. 10^6 o tərəfə olmur. N-login o deməkdir ki, massivi sortlaya bilərsən. Onsuz da massivi girişdə daxil eləyəndə o n yazırdıq. Yəni bu o deyilən şeylər, içindəki şeyləri hesablayacaqsan, nədən kiçik bərabər olmalıdır? 13-8-dən. Amma yenə də zaman limiti olsa belə də, yenə də kodu mütləq çalışın yazın. Yenə də bal götürürün deyə. Məsələn, sən n kubluq bir dənə kod yazmışdıq biz, deyə burada E məsələsinə. N kubluq kod yazmışdı. Ağlına n kubluq kod gəlirsə, doğru həlli bilmirsənsə və bilirsən ki, bu zaman limiti olacaq. Yazardın, yazmazdın. Bilirsən zaman limiti olacaq. Yazardın, yazmazdın, olimpiyadada. Yazardın. Çünki yazsan bal ala bilərsən. Hə. İndi bəlkə indidən çətin gələ bilərsə bu mövzu, amma bunu unutmayın. Məsələnin həlli məsələnin limitlərində gizlidir. Bax, bunu unutmayın. Məsələnin həlli məsələnin limitində gizlidir. Əgər məsələnin limitində sənə 1000 deyibsə, deməli məsələ sənə deyib ki, mənə n kvadratı yaz. N-in qiyməti 1000-dən kiçik bərabərdirsə, deməli məsələ sənə nə deyir? Mənə n kvadratı yaz. Əgər n-in qiyməti 100-dən kiçik bərabərdirsə, məsələ sənə nə deyir? Mənə n kubu yaz. Aydındır nə demək istədiyimi? Müəllim, Hə. kök 6 SQ artı idi, bəs n kvadratı necədir? Necə? Necə? SQRT nə? SQRT kök 6 idi, amma şeydir, n kvadratı necə olacaq? Bax, SQRT-nə biz getdiksən inirdik, ədədin bölənlərini tapırdıq. Ədədin bölənlərini kökalta qədər gedib tapırdıq. Yadınızdaydı həmin mövzu. Belə bir şey yazmışdıq ya, əgər. Bax, A vur B bərabərdir n yazmışdım. Bunun demişdim ki, bunlarda minimum, bunlarda minimum olacaq SQRT-dən kiçik bərabər. Biz orada kökalta qədər gedib tapırdıq. Kökalta qədər gedib tapmaq bu idi. For 1 i vur i. Kiçik bərabər deyil. Bax, bu kök 6-dır. Amma n kvadratı isə 2-dən h-sə fordur. 2-dən h-sə for. Hə. Sizə bunlardan hansı kök 6, hansı n kvadratıdır deyə bilərsiniz? Hansı kök 6-dır, hansı n kvadratıdır? Yuxarıdakı yoxsa altdakı hansıdır? N kvadratı ya da n kök 6.
Yuxarıdakı nədir? Kök altıdır yoxsa n kvadratıdır? Yuxarıdakı for. Hə, i vur i ikisi bərabərdir n yazmışam. Bu nə idi? Kök altı. Kök altı. Bəs altdakı for Kök 2-dən altı. içsə Ə, kvadrat. 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 Kvadrat müəllim. Yəni fərqi budur. Kök altı olanda da kök altı maksimum n-in qiyməti bax. Məsələdə deyir ki, n-in qiyməti 10 üstü 12 ya da 10 üstü 14, 10 üstü 14 deyəndə 10 üstü 14-ün kök altısı nədir? 10 üstü neçədir? 10 üstü 7-dir. Yəni sənə 10 üstü 12, 10 üstü 7 deyəndə deməli hansı hissəsinə qədər getmək deyir adətən ipucu verir məsələdə. Nə hissəsinə qədər? Kök altısına qədər. Çünki Müəllim, bəs orada i++ yazıldı. i++ nə üçün lazımdır? bir vayda artırır. İ'ni bir vayda artırır. Bu ədədin kök altısına qədər gedir də. Çünki i vur i n-dən kiçik bərabər i gedir maksimum kök altısına qədər. Çünki bunun kvadratı n-dən kiçik bərabərdirsə, məsəl üçün 97-də 9 vur 9. 97-dən kiçik bərabərdir, amma 10 vur 10 97-dən böyükdür deyə 9-a qədər gedir bir şey 97-də. 97-nin kök altısı 9-dur da tam hissəsi. Ona görə. Bu bir vayda artırmaq deməkdir. Yəqin ki, nisbətən də olsa buradakı məsələləri və onun nə olduğunu anlada bildik. Və 1 saniyədə 10 üstü 8 əməliyyat olduğunu, hə. Və 1 saniyədə 10 üstü 8 əməliyyat olduğunu başa sala bildik yəqin ki. Elə mənlik bu qədər. Növbəti dərsdə daha görüşənədək sualınız var başqa? Sağ Yox olun. müəllim. Tamam da sağ olun uşaqlar. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Hələ yox, hələ əlavə kontest eləməyəcəm. Növbəti dərsdə eləyərəm. Yeni mövzuda keçəndə. Sağ olun.